Bakıdan Azərbaycandan gətirməyə ehtiyac yoxdur. Bunların hansı, bu suxarilərin hansıları yaxşı olur? Mən almaq istəyirəm. Yadımdan çıxıb, o vaxtı hansı suxaridən yeyirdik ya? Hansı dadlı pendiri, yoxsa bu nə elədi? Belə bir şey elədi. Ondan sonra bu soğan çaylandır, yox sarımsaqlandır. Bu çəkdiyim bunu yox. Bu nə elədi? Grenki. Bundan da yox. Baba hansıları yaxşıdır? Yazın görün. Bəlkə də doğrudan götürəcəm, amma qəşəng olsun da yəni. Bu nə elədi? Sonra bu pendirdir, yəni. Bunlar yaxşı olmaz deyəsən. Bu nə elədi? Limonlu. Bu da şeydir, hə, bundan. Bunu götürmək olar məncə. Götürüm bunu. Bunu indi götürüm deyəsən. Bir daha bunu götürürüm. Bax bunu. Uy, belə məzələnmə. Bu qiymətədir bu. Götürüm ben bundan. 1, 2 dənə bəs. Həmişə bundan götürüb içirəm. Probelin qəşəng şeydir bu. Bu da kivilidir. Bu neçədir? Məzələnmə. 69-a. Uy, belə ucuzdur ki, ola burada. Şey normal dükanda şeydir. 99 sentdir. Burada 69 sentdir. Sana zordur. Bu da eyni onun kimidir. 99 sentdir. Burada 79'dur. Ətər Rus dükanında. Nəysə bu belə. Bunu göstərdim ha. Sonra bax bundan götürə bilərəm. Yazın görün, hansından götürün. Sonra bu nədir? Bunu çəkdim eləmə, hə. Bunlar da ki, boş şeylərdir. Davay tökülüşün görüm, indi bu hələ ki bundan götürdüm. Sonra nə götürün? Bir də ki, bu bilirsən nədir? Oy dadan var, bu. Çox super bir şeydir də. Gedin görün, Rus market varsa yanınızda. Bundan birini alın, yiyin. Dadına baxın, ondan sonra dərsiniz ki, halal olsun sağ mama oğlu. Çox gözəl, yəni şirniyyat idi. Bunun tortu da var. Deyəsən, budur deyəsən. Yoxsa, yox bu deyil. Yəni çox super bir şeydir də. O tortu harda dayanlar. Bunun dadına baxmamışam. Çox güman ki, bu da qəşəng olar. Bu da yaxşı olar. Amma bunun dadı çox superdir. Bundan alın dadına baxın. Bunun bu formada belə bir tortu da var. Çox dadlıdır. Məncə budur məncə. Amma bu şokoladlı da bu başqa bir forması var. Amma bundan alın dadına baxın. Super.